Şah İsmail Xətai üzərindən qurulmuş oyun Azərbaycanda bir tərəfdə London şiəçilərinin güclənməsini təmin etmək, digər tərəfdən də Türkiyə dövləti ilə Azərbaycan üz-üzə gətirmək, Azərbaycan Cumhuriyyəti üzərindən də İranda yenidən güclənmək məqsədi güdülür. Və bu siyasət 100 illərdir davam edir, amma 1000 illərə dayanır. Bugün də Azərbaycanda Şah Xətai məsələsinin gündəmə gətirilməsi bugünün məsələsi deyil. Hələ 90-cı illərin əvvəllərində Fətullah Gülen Azərbaycanda o məktəblər açanda, çağ öyrətim məktəblərinin şəbəkəsini quranda, o məktəblərdə Şah Xətainin əleyhinə məqalələr yazıldığını və dərslik keçirildiyi haqqında ciddi artıq bilgilər yayılırdı. O zaman Fətullah Gülen Şah Xətaini aşağılamaqla Azərbaycan Cumhuriyyətində şiəçiliyə qarşı bir sünnüçülük adı altında Batı dünyasının kukulalığını gerçəkləşdirən bir pozisyonda da yer alırdı və Azərbaycanı ikiyə bölmə, toplumu yenidən ikiyə bölmə uğrunda bir mücadilənin içərisində olduğunu sərgiləyirdi. Fətullah Gülen hətta o zaman jurnalistlərin sualına cavab verəndə belə bir ifadə də işlətmişdi ki, cənnətin yolu İrandan olarsa mən cənnətdən imtina edərəm. Yolunu dəyişərəm. İmtina edərəm. Bəli. Bu əslində İranı demək istəmirdi Zahir bəy. Bu ciddi bir məzhəbçilik üzərindən təşkilatlandığına görə onun missiyası Batı dünyasının əlində kukul olaraq sünnüçülük adı altında güclənərək Şiə müsəlmanlarına qarşı bir müharibə əhdi kimi və bu mübarizədə Batı dünyasının Türk-İslam dünyasında Amerika gücünün təşkilatlanmasında Fətullahın aldığı bir roluydu. Onlar çox gözəl bilirdilər ki, Azərbaycan toplumunda Şah İsmail Xətainin adını bu və digər formada siyasi müstəviyə daşıyarlarsa, Şah İsmail Xətainin tərəfdarları və onun əleyhdarlarının arasında bir uçurum yaradacaqlar. Bu uçurum yarananda güclənən siyasi mübarizəyə mövzu olan şiəçilik və sünnüçülük olacaq. Azərbaycan Cumhuriyyətində çox saylı insanlar var ki, Şah İsmailə nifrət edirlər, aldıqları dərsliklərdən və məqalələrdən, yazılardan o adamların %99'u sünni məzhəbindəndir. Elm, bilim burada rol oynamır. Şah İsmailə qarşı anında reaksiya verib onu küfür yağdırırsa, həmən görürsən ki, bu adamın ailəcə sünni məzhəbli olduğu görünür. Və eyni zamanda Şah İsmail Xətainin də tərəfdarları ilmi cəhətdən, Azərbaycan anlayışında, Türk dünyası anlayışında Şah İsmailin hansı rol oynamasından asılı olmayaraq, Şah İsmailin məzhəbçilik damarını müdafiə edərək, ona yaxın olduğunu özünü nümayiş elətdirərək, kəskin formada bir Şah Xətaiçilik eləyir, onu savunur və savunmada sünni və şiə qarşı durması meydana çıxır. Bunu da Batı dünyası bildiyinə görə, Azərbaycanda şiəçi və sünni məzhəbini hörükləmədən öncə, siyasi müstəviyə danışmadan öncə Şah Xətai adını siyasi müzakirəyə gətirirlər. Ki o adı altında Azərbaycanda məzhəbçilik arasında çatışma yaratsınlar. Bu çatışmanı yaratmaqda məqsəd Azərbaycanı içdən çökdürmək tək deyil. Çoxunluq olan şiə Azərbaycanı Türkiyəyə qarşı qoymaqdır. Çünki Şah İsmail mövzusunun qarşılığında müzakirələrdə iştirak edəcək adam kimdir? Sultan Səlim. Doğrudurmu? Sultan Səlimin adını artıq radikallaşmış bir toplumda, Şah İsmail adı altında meydana çıxan, artıq heç nəyi görməyən Şah Xətainin müdafiəsi adı altında yazılar yazan, debatlara çıxan güclər nəhayət kimin əleyhinə danışacaqlar? Sultan Səlim. Sultan Səlimin əleyhinə danışmaq artıq Türkiyə toplumunda Sultan Səlim tərəfdarlarını Azərbaycanda olan Şah Xətai tərəfdarlarına qarşı qoymaq olacaq.
Bunun biz ilk əlamətini hələ 2 il bundan öncə Ərdəbildə gördük. Bakıdan öncə Ərdəbildə. London şiəçilərinin Səid Cəlilin kuklası, Ədəbil İmam Cüməsi amılı böyük bir toplantı gerçəkləşdirmişdi. Həmin toplantıda Azərbaycandan da ləbbeylər iştirak etmişdi. Oradakı qardaşları və özünün nəfəsi orada hiss olunurdu. Şah İsmail adı altında Şiə anlayışını gücləndirərək nəhayətdə Osmanlı dövlətini hədəf almışdılar. Osmanlı dövlətini hədəf alanda belə bir cümlə də işlədirdilər ki, o gün Osmanlı, bu gün Türkiyə. O Ərdəbildən səslənmişdi. Değilmiş. Ama Ərdəbilə o səs hardan gəlmişdi? Londondan, Batı dünyasından, İsraildən, Amerikadan. London şiəçiləri deyəndə, Batı dünyasının İranda olan kuklaları deyəndə mən bunları nəzərdə tuturam. Həmin adamların bugün Siyam ekizləri və onların yandaşları Azərbaycan Cumhuriyyətinin Bakı şəhərində bunu gündəmə gətiriblər. Şah Xətai adı altında Şah Xətayinin müdafiəsinə qalxanlar və Şah Xətayinin əleyhdarları arasında bir çatışma yaradıb. Nəticədə Türkiyə cəmiyyətində məsələni müzakirəyə daşımaq, Azərbaycanda Sultan Səlim təhqir olundu, Türkiyədə Şah Xətai təhqir olundu deyərək, Azərbaycan və Türkiyə arasında ciddi bir məzhəbçilik qarşı durması yaratmaqla Azərbaycan Cumhuriyyətini ikiyə bölmək, İranda olan London şiəçilərini gücləndirmək, bugün Türkiyə-Azərbaycan ilişkilərinin daha yaxşı olmasını istəyən Pezişyan və onun dostlarının mövqeyini sarsıtmaq, Türkiyədə də Şah İsmail Xətai tərəfdarları da bilirsiniz, az deyil Zahir bəy. Bəlkə də mən rəqəmlə demək istəmirəm, böyük bir rəqəm var ki, Şah İsmail tərəfdarları var. Şah İsmail tərəfdarlarıyla Türkiyədə də Şah İsmailin əleyhdarlarını olan insanlar üzrə gətirib, məzhəb çatışmalarını Türkiyənin həm də içinə transfer eləmək. Siz diqqət edirsiniz, bu Azərbaycanda Şah Xətayinin əleyhinə yazı yazanlar, ilk başlayanlar Fəthullah Gülənin uşaqları idi. Zamanında Azərbaycan mediasında onların adları hər zaman zikr olunub. Fəthullah'a məqalə yazanlar, onun yanında olanlar, Fəthullahın sayəsində millət vəkili seçilənlər, media patronları olanlar, iri başlı məmur olanlar Fəthullahın sayəsində məhz bu xislətlərinə görə seçilmişlər və təlimatlanmışdılar. Digər tərəfdən də onlara qarşı qoyulanlar, dünənki dostları, o arkadaşları, diqqət etmişsiniz. Dünənki dostlar biri Şah İsmailin tərəfdarıdır, biri əleyhdarıdır. Və eyni zamanda Şah İsmailin tərəfdarları içərisində görür ki, Netanyahu İsrailinin olduqca kəskin tərəfdarları var. Bu indi gəl bunlardan topluma desən ki, bu İsrailin uşağı dəcəyə niyə görə İsrailin uşağı olur ki? Şah İsmailin ən böyük tərəfdarı idi. Və bir ay bundan qabaq Türkiyəni belə təhqir eləməkdən çəkinmirdi. Sayın Erdoğana qarşı az qala həqarətlər yağdırmaq istəyib, Netanyahu İsrailini müdafiə edib İran savaşında İranı tamamilə Netanyahunun ayaqlarının altına sərirdilər. Bugün Şah Xətayçı kim meydana çıxıblar? Aktyorlar meydanda eyni adamlardır, pozisyonlar dəyişir. Məqsəd, hədəf eynidir. Biz də onlara deyirik ki, sizin artıq zamanınız keçmişdir. Sizin bu kitab dəftərlərinizi yazanlar artıq dünya siyasətində ölür. Ölümə məhkumdurlar və siyasəti tərk edirlər. Siz niyə özünüzü yandırırsınız? Son dövrlər patronlarınız tərəfindən hansı mesajları almışsınız? Hər yerdə siz partlayırsınız. Siz bu Azərbaycana Türkiyə qoyulmuş minalar, xırda minacıqlar partlayır. Partlayanda siz özünüz ölürsünüz. Şah İsmail adı altında Azərbaycanda gedən reaksiyalar nə qədər media tərəfindən hörüklənsə də toplum tərəfindən elə ciddi qəbul olunmadı. Diqqət etdinizmi? Hətta mənə elə gəlir getdikcə bu adamların həm də gülüş hədəfinə seçilməsinə gətirib çıxartdı. Heç kim oradan nə qəhrəman kimi çıxdı, nə də ki qarşı tərəfin ulduzu kimi parlaya bildi. Bəli. Bunu biz gördük.
Və bunun da əsas səbəbi Zahir bəy, Orta Doğuda çökən bir İsrail və Amerikanın Batı dünyasının olmasıdır. Onlar güclənsəydi, bugün Şah İsmail mövzusundan Türkiyə-Azərbaycan arasında bir savaş aça bilərdilər. İran şiəçiləri İranı Batı dünyasının tam mənada qucağına ata bilərdi. Hətta istəsəydilər, Batı dünyasının sevimlisi, pedofil Rıza Pəhləvini şah kimi də gətirə bilərdilər həmin güclər. Və bugün bunların heç biri baş tutmur. İran siyasətində fərqli və güclü bir mövqe sərgiləyir. İran içərisində 5-ci kolon çökür. Amalını bu illər ərzində, bu aylar ərzində kimsə gördü mü Zahir bəy? Mən görmədim. Amalı kukula, Azəri adı altında təlimat alan bir kukula, Türk varlığına qarşı İranda mücadilə aparıb, Azərbaycan Cumhuriyyətindən Buradigahilər adı altında ləbbeyçiləri dəvət edib, Azərbaycanda örgütlənir və İranda da Azərbaycan adı altında Azəri anlayışını ortaya qoyurdular. Dilimiz təhrif olunurdu. Azəriçilər adı altında meydana çıxanlar, Buradigahının mahnılarında səslənən sözlərlə yeni dil formalaşdırırdılar. O dilinə Azərbaycan, İran adlanan Azərbaycanda, İran adlanan Türkistanda var, nə Azərbaycan Cumhuriyyətində var. Fars dilindən Türk dilinin qarışığında bir dildə danışırlar və deyirlər ki, biz Azəriyik. Biz nə Türkük, amma Azərilər də Farsların bir qoludur. Bunun lideri İranda Amılı Ərdəbildə, bilirsiniz, Ərdəbil şiəçiliyin qızıl başlığın mərkəzidir. Amılı da ora təsadüfi gətirilməyib. Məzhəbçiliyin körüklənməsi yer İranda Ərdəbil ola bilər. Oradan bunu örükləyirlər, oradan bunu alovlandırırlar, oradan da milli kimliyimizə qarşı bir saldırı gerçəkləşdirirlər, oradan Türkiyəyə qarşı savaş açırlar. Dün Osmanlı, bugün Türkiyə deyirdilər və həmin adamlar da Azərbaycan Cumhuriyyətində bugün sizə kəsinliklə, əminliklə deyə bilərəm ki, siyasi meydanda olan Zahir bəy, şiə görüntülü çox sayılı adamlar var ki, bunların heç birinin gerçək şiə anlayışına aidiyyəti yoxdur. Bunlar tamamilə qum mərkəzli London şiəçilərinin əlində olan kukulalardır. Bunda da belədirlər və Azərbaycan Cumhuriyyətində belədirlər. Halı-kalıda da kimdir Zahir bəy? Səlahiyyətin Özgündür. Səlahiyyətin Özgündür, Salqalıda olan şiələr və Cəfərlər deyilən bizim soydaşlarımızın bugün parlaq nümayəndəsi açıqlamalar verirsə, siz bilin ki, o şiə dünyasına, Türk-İslam dünyasına bağlı olan adam deyil. O Londonun İstanbul'da olan kukulasıdır ki, Seyid Cəlili ilə, Sadiq Şirazi ilə onların kukulası Amılı ilə bir yerdədir.